Salam, hər vaxtınız xeyirli olsun. Bugün sizinlə evdə olan ərzaqlarla peçeniya hazırlayıram. İlk öncə qaba 1 stəkan şəkər tozu, 1 ədəd yumurta əlavə edib çırpma teli ilə qarışdırırıq. Qeyd edim ki, əgər bir qədər daha şəkərli olmasını istəyirsinizsə, siz 1 stəkan yarım şəkər tozundan istifadə edə bilərsiniz. Əritdiyim çörək yağını əlavə etdim və yenə də azca qarışdırırıq. Eyni cütlü olduqdan sonra üzərinə 200 ml otaq temperaturunda olan su əlavə edirəm və yenə də qarışdırdıq. Ardından öncədən ələdiyim 2 stəkan un əlavə edirəm. 1 çay qaşığı qabartma tozundan da istifadə edirik. Qeyd edim ki, istifadə etdiyim stəkan ölçüsü 200 ml-dir. Daha 2 stəkan un əlavə edirəm. Öncə qaşıqla bir qədər qarışdırırıq, ardından xəmiri yoğururuq. Xəmirdə mən ümumilikdə 4 stəkan yarım undan istifadə etdim. Yaxşı olar ki, siz də 4 stəkan un əlavə edin. Əgər yetməzsə, yenə də az-az un əlavə edərək xəmiri yoğurmağa davam edin. Ələ yapışmayan yumşaq xəmir olmalıdır. Xəmiri toparladıq, artıq hazırdır. Xəmiri gözlətmədən masanın üzərinə alırıq. Xəmiri 2 bərabər hissəyə ayırdıqdan sonra kündə hazırlayırıq. İstifadə etdiyim ərzaqların miqdarını videonun açıqlama hissəsinə qeyd etdim. Dəyərli izləyicilər, əgər videonu bura qədər izləmişsinizsə, kanala hələ də abunə deyilsinizsə, sizlərdən xahişim kanala abunə olmağınızdır. Undan istifadə etmədən gördüyünüz qayda ilə xəmiri açmağa başlayırıq. Çox da incə olmayacaq şəkildə xəmiri açırıq. Xəmir açdıqdan sonra belə bir qabdan istifadə edərək peçeniyaya forma verirəm. Siz istədiyiniz müxtəlif şirniyyatlar üçün nəzərdə tutulan formalardan istifadə edərək peçeniyanı şəkilləndirə bilərsiniz. Kənarlarda qalan xəmiri toparlayıb yenidə kündə hazırlayırıq. Peçeniyaları soba listinə yığırıq. Sonda üzərinə qatlaşdırılmış süd çəkirik. Üzərinə kokos əlavə edirəm. Sizlər kokosun yerinə istədiyiniz müxtəlif quru meyvələrdən istifadə edə bilərsiniz. Öncədən isidilmiş sobada 180 dərəcə temperaturda 25-30 dəqiqə müddətində bişirdik. Yumşaq, dadlı, ləzzətli peçeniyalar alındı. Sizlər də könül rahatlığı ilə hazırlaya bilərsiniz. Bugünlük bu qədər. Kanala abunə olub videonu bəyənməyi unutmayın. Hələlik.